Hər birinizi xoş gördük. Deməli, mən bugün sizlərə proqrama daxil olmaq. Baxın, mən özüm proqramdayam və buradan çıxacağam. Və görürsünüz, burada deməli çıxma var. Deməli, burada görürsünüz, çıxmaq var. Mən bu çıxmağı vururam və burada görürsünüz, daxil olma var. Qeydiyyatdan keçmə yox, daxil olma. Təzədən mən öz kod parolumu yazacağam. Öz kod parolumu yazıb və sistemə daxil oluram. Deməli, gördünüz, mən sistemə daxil oldum və burada məhsullar bölməsi var. Baxın, məhsullar bölməsinə daxil oluram. Xanımlar, yeni kataloqa məhsulları, bax, məsələn, məhsullar bölümü, yeni məhsullar var. Bax, bura daxil oluruq. Yeni, məsələn, bu kataloqumuzun yeni məhsulları var. Baxın, bax, bura daxil. Yeni diş pastalarımız gəlib. Əslində yeni deyil. Sadəcə bizim məhsullarımızın tez-tez qablaşmaları dəyişir. Bu da ona görə dəyişir ki, padelka məhsullar çıxmasın deyə. SPF-lərimiz, baxın, buradan girirsiniz. Gözəl saç spreylərimizdir, baxımlardır. Baxın, belə məhsulların həm koduna baxa bilərsiniz, həm ambar qiymətinə baxa bilərsiniz, həm də gəliş qiymətinə baxa bilərsiniz. Yəni kataloq qiymətinə baxa bilərsiniz. Baxın, buradan hamısına giririk, bir-bir baxırıq. Uşaqlar üçün çiyələkli saç spreyi. Məsələn, bu məhsulumuz çox gözəl məhsuldur. Bədən üçündür, SPF 15-dir. Bu yeni məhsullarımızda bizim oksigenli gecə üz maskası, sonra deməli oksigenli yuyunma köpüyüdür. Üz üçün modelləşdirici zərdabdır, gecə kremidir. Gündüz kremidir. Baxın, burada girirsiniz. Biz buradan girib baxa bilirik. Hətta baxın, belə bir spreylərimiz gəlib bizim. Spreylərimiz nədir? Deməli, məhsul haqqındadır. Günəşdən qorunma spreyidir. Saça vururuq ki, ən azından günəşdən qorunsun. Məsələn, rəngli saçların rəngini soldurmasın. Sonra çox gözəl belə bir ekspertimizin möhtəşəm lifting effektli, nəmləndirici, yaşlanma əleyhinə maskalarımız gəlib. Belə bir üz üçün stiklərimiz var. Deməli, bu stiklərimiz də üzü tərlətmir, üzü tərləyən xanımlar üçün də məsləhətlidir. Sonra baxın, belə bir Rexonalarımız gəlib bizim. Gözəl Rexonalar. Sonra baxın, belə bir şampunlarımız var. Günəşdən qorunma saç balzamıdır, şampundur. Sonra üz üçün highlighterdir, stik formasında. Ağız boşluğu üçün yaxalanmadır. Sonra baxın, belə bir diş pastalarımızı bir-bir girirsiniz bura. Məsələn, baxırsınız, eləmi? Misal üçün, girib baxırsınız, tutan baxın, mən saç spreyinə baxmaq istəyirəm. Baxın, buradan girirsiniz məhsullar haqqına. Məhsullar haqqına girəndə burada bütün, yəni tərkibi yazır. Nəyə xeyirdir, nəyə xeyirdir, hamısı burada yazır. Hətta görürsünüz ki, keratin saçlara da yəni çox gözəl effekt verir. Və plus da tərkibinə, buradan girib baxırsınız tərkibinə və necə tətbiq eləməyi. Spreyi nəm və quru saçlara püskürdüb bərabər şəkildə yayın. Siz özünüz də girib proqramdan rahat şəkildə məhsulların tərkibi haqqında, istifadəsi qaydası haqqında kodun hər bir şeyi baxın belə götürə bilərsiniz.